Bugün Coşqunla xüsusən bir neçə sualım var ki, hansı o sualları ünvanlamaq istəyirəm Coşquna. Çünki Coşqun artıq Coşqunun həyatında dəyişikliklər var. O dəyişiklikləri sizlərə təqdim eləmək istəyirik. Coşqun 10 manata fəhlə işləyirdi. Günü 10 manata gedirdi, kiminsə bağını təmizləyirdi, daş atırdı, 10 manata fəhlə işləyirdi. Və bugünkü gündə Xəbərexpress.az saytı mən bir daha təşəkkür edirəm Ruhiyyə xanım. Sizə dərin təşəkkürümü bildirirəm. Doğrudan da Coşqunu tanıtdınız, insanlara tanıtdınız. Sənə bax sualım budur ki, səndəki o duyğular var ha. Bugünkü gündə cəmiyyət səni qəbul elədi. Cəmiyyətin, vətəndaşlarımızın, millətimizin sənə böyük bir dəstəyi oldu. Və bu barədə istərdim ki, o dəyişən, o qısa müddətdə olan o həyat tərzi var ha. Bunu istərdim ki, tamaşaçılarımıza başa salasınız deyəsiniz və çox böyük bir işlər görüldü Xəbərexpress.az saytı tərəfindən. Bəli. Yəni mən təşəkkür edirəm, minnətdaram və Ramazan günündə hər bir vətəndaşları hamısına can sağlığı arzulayıb, orucu qəbul olunsun, nə niyyətləri varsa niyyətlərinə qəbul olunsun. Bizim hörmətli Ruhiyyə xanıma da, sizin kollektivizə də təşəkkür edirəm ki, siz məni belə şən elədiniz. Mən yenə demək istəyirəm ki, yəni mən bu addımı atacağım. Prosta biraz cəmiyyətdən uzaqlaşmışdı. Yəni ki... Özünüzə qapanmışdınız. Bir ünsiyyət tuta bilmirdim mən. Yəni ki, istəyirdim ki, elə gördüm insanlar məndən qaçırdı. Heç kəs ünsiyyətin, yəni məni tanıyan insan yaxınadır. Mən ünsiyyət tuturdu, amma başqaları yox. Kənar adamlar məndən ünsiyyət tutmurdu. Yəni mən bunu ümidlə gözləyirəm ki, yəni ki, bunu haradasa jurnalist bunu eləməlidir. Bu bir. İkincisi sualım da budur ki, 54 il mən qəlbim qırılmışdır. İnsanlarda. Allah hər kəsə də can sağlığı versin. Sağ olasın. Çox sağ olun Coşqun. Bir daha söyləyirəm. Mən istəyirəm ki, bax bizim burada izləyicilərimizə söz verəsən. Bir söz almaq istəyirəm səndən ki, o özünə qapanmaq, o yəni cəmiyyət içinə çıxmamaq kimi bir iş görməyəsən. Daha da qarşılasan hər birimiz, çünki biz hər birimiz elə sənin kimi, sən də elə bizim kimisən. Yəni biz eyni cəmiyyətdə yaşayırıq. Şəxsən mən öz adıma deyirəm ki, səninlə eyni bir cəmiyyəti bölüşdüyümə görə çox fəxr edirəm. Çünki sənin çox gözəl ürəyin var. Var olasan. Çox sağ olasın. Yəni ki, mən Rəşad müəllim, mən heç kəsə dəymirəm. Heç kəsə də incitmirəm.